Salam əziz izləyicilər, hal-hazırda Lənkərandayım. Lənkəranın Şağlıser kəndinin qəhrəman şəhidlərindən Hüseynzadə Murad Mahmudoğlunun ev güşəsinin, ev muzeyinin ziyarətindəyik. Lənkəranın Şağlıser kəndi 9 şəhid verib bu torpağa. 9 qəhrəmanı var. Həmin qəhrəmanlardan biri də bizim Muradımızdır. Muradımız tibb sahəsində çalışırdı. 44 günlük vətən müharibəsində könüllü olaraq döyüşlərə qoşulmuşdu. Elə müharibənin ilk günlərindən düşmənlərlə mübarizə aparan, torpaqlarımızın azadlığı uğrunda öz arzularını arxada qoyub, məhz düşmən tapdağından torpaqlarımızı azad etmək üçün irəliyə addımlayan oğullardan biri də bizim qəhrəmanımız oldu. 31-i 10-cu ayda şəhadətə ucalan igidimizin nəşi günlər sonra ailəsinə təhvil verildi. Noyabrın 10-da zəfərdən sonra doğulduğu kənddə torpağa tapşırıldı qəhrəmanımız. Subay köçdü cənnətə. Özündən sonra heç bir yadigarı qalmadı igidimizin. Yanımda şəhidimizin atası Mahmud əmi və bir də Şağlıser kənd kitabxanasının müdir əvəzi Gülbəniz xanım dayanıb. Bugün elə şəhidlər haqqında yazdığım kitabların Şağlıser kənd kitabxanasında təqdimatı oldu. Kitablarımda yer alan qəhrəmanları istədim ki, necə ki digər bölgələrdə tanıyırlar, eləcə də Lənkəranın bütün kəndlərində tanısınlar. Allah şəhidimizin ailəsinə, atasına, anasına uzun ömür, can sağlığı versin və səbir versin ki, övladınızın adını yaşada biləsiniz. Gülbəniz xanıma da təşəkkür edirəm ki, tanımadığım şəhidlərimizi bugün mənə tanıtdınız. Qapısını açmadığım, ziyarətində olmadığım igidlərimizin ailəsini, muzeyini ziyarət etmək bugün qismət oldu mənə. Lətif əmiyə təşəkkür edirəm. Kadr arxasında olsa da bugün əziyyətimizi çəkdi, var olsun. İstəyərdim ki, bir-iki kəlmə də olsa şəhidimizin atası da öz ürək sözlərini, duyğularını bizimlə paylaşsın. Daha sonra da kitabxanamızın dəyərli əməkdaşı Gülbəniz xanım bugünlə bağlı fikirlərini bizimlə paylaşar. Çox sağ olun. Allah sizdən razı olsun. Evladdan nə deyə bilərəm? Evlad öncə vətəndir. Allah vətənimizi qorusun. Gəmi şəhidlərimizi rəhmət eləsin. Yerli cənnət məkan eləsin. Ruhları bizə kömək olsun. Evlad doğulub vətəni qorumaq üçün. Allah səbir versin sizə. Mən də Esmira xanıma bir daha təşəkkür eləmək istəyirəm. Esmira xanım ən çox şəhidlər haqqında yazan şairə xanımdır. 30 yaxın kitab müəllifidir. Şəhidləri unutmaya qoymur, həmişə axtarır. Hardasa unutulan şəhidlər haqqında yazır, onları tanıtdırır xalqımıza. Bu yolda sizə uğurlar arzu edirəm Esmira xanım. Çox sağ olun. Öz dəyərli vaxtınızı ayırıb gəlib bizim kitabxanamıza şəhid kitabın təqdimatını keçirdiniz və bugün bizim kəndimizin şəhidi Murad Hüseynzadənin ev muzeyində oldunuz. Sizə təşəkkür edirəm və şəhidimizə Allahdan rəhmət diləyirəm. Ailəsinə səbr diləyirəm. Qazilərimizə də can sağlığı arzu edirəm. Çox sağ olun, təşəkkür edirəm bir daha. Allah bütün şəhidlərimizin ruhunu şad etsin. Bugün qəhrəmanları biz yaşatmalıyıq ki, gələcək nəsillər də bugünün qəhrəmanlarını daha yaxından tanısınlar. Növbəti şəhid ailələrində görüşməyə ümid ilə.